Hamıya salamlar dostlar. Kanalımda yenidən sizləri görməyimə çox şadam. Uzun zamandır ki bu tərs video çəkmirdim. Uzun zamandır ki sizlərlə vloglarda görüşürdük. Amma nəhayət qərar verdim ki iHerb bağlamasını sizinlə birlikdə açım. Çünki bunun içində biraz çox şeylər var. Eyni zamanda iHerbdə mən necə eləyirəm ki 2 manat 60 qəpiyə, nə bilim 3 manata, 5 manata, yəni aşağı qiymətə çatdırılma pulu ödəyirəm. Bu arada dostlar, kanala abunə olun ki bu tərs videolardan vaxtında yararlanasınız. Ona da gəldim. Düşünürəm ki birinci gəlin bu bağlamanı açaq, sizə göstərim mən nələr almışam. Daha sonra isə mən sizə izah eləyəcəm ki necə olur ki mən beləncə qiymətə, məsələn bu bağlamanı 2 manat 63 qəpiyə dəqiq şəkildə sizin üçün belə əmin olasınız deyə screenshotlar da yerləşdirəcəm. Nə bilim screen recordlar da sizə göstərəcəm, yəni video şəklində də sizə göstərəcəm ki, yəni dəqiq əmin olasınız ki bu proseslə sifariş eləyəndə belə ucuz qiymətə gəlib çıxır. Gəlin açıq-açıq sizə bir-iki şey deyim. Baxın dostlar, bura endirim kodunu yerləşdirirəm. Bu endirim kodunu tətbiq edirsiniz, sizə endirim tətbiq olunur, belə deyim. Kodu tətbiq eləyəndə sizə endirim gəlir. Yəni aldığınız bütün məhsullar endirimlə almış olursunuz. Amma bir şey var ki, bunu açmaq istəyirəm. Bəzən olur ki dostlar, Instagramdan məsələn izləyicilər mənə yazırlar ki siz verdiyiniz kod işləmir. O zaman mən bu linki sizə verirəm. Linki aşağı yerləşdirirəm. Həm komment bölməsinə, yəni rəy bölməsinə qoyacağım, həm də videonun açıqlamalar hissəsində orada da bu linki yerləşdirirəm ki bu linkə siz girən kimi səbətinizdəki məhsullara artıq avtomatik olaraq endirim tətbiq olunur və siz onlara endirimlə almış olursunuz. Yəni dostlar, həm endirim kodu verirəm sizə, həm də endirim linki. iHerb bağlamasını heç vaxt belə bir videoda açmamışdım. Bunları attım yerə. Burada 2 dənə belə qutu var. Ay mən buna çox həyəcanlıyam. Yaxşı ki bu videoda açdım. Bu hansıydı? Bu qızlar, daha doğrusu dostlar, saç bağlamasıdır. Daha doğrusu saç baxım qutusudur. Mən bunu ayrı-ayrılıqda alsaydım, bir dənə də orada belə bir şey var, bağlama var. Ayrı-ayrılıqda alsaydım bu məhsulların hər birini, mən daha çox pul vermiş olacaqdım. iHerb özü arada bir belə kampaniyalar həyata keçirir. Belə özü üçün bağlama. Baxın, bağlaması belə çox qəşəngdir də. Yəni bunu çantasını belə, yəni çox keyfiyyətlidir. Bir dənə baxım ona. Makyaj çantası kimi, nə bilim, hər cür istifadə eləmək olar. Bu içindən çıxır. Baxın, bunu bir dənə sizə göstərim. Görürsünüz, iHerb ekskluziv. Yəni iHerbin özünün atdığı bir şeydir, ekskluziv olaraq. Hər zamanda olmur dostlar bunlar. Baxın, mən inanırsınız, neçə vaxtı özümə maska almaq istirdim, saç maskası. Yaxşı ki almamışam, bunun da içində belə saç maskası var. Açım baxım olmalıdır. Bir açım görüm açılır. İyi, çox qəşəngdir. Üst qonşu yenə başladı orada nəsə eləməyə. Bura daşıyır. Bax. Deyirəm də, mən nə vaxt video çəkməyə başladımsa, üst qonşu orada başlayır evin əşyalarını yerbeyer eləməyə. İyi, çox qəşəngdir. İnşallah ki saçımda da effekti yaxşı olar. Ümumiyyətlə məni izləyən xanımlar var burada. Həmişə də vloglarımı izləyirlər. Bilirəm ki o izləyicilərim bu dəqiqədə mənə baxırlar. Qızlar, sizin üçün vloglarda göstərəcəm. İnşallah növbəti vloglarda bunları aldıqlarımı hamısını sınayacağım. Sizlə bölüşəcəm ki necə deyil, bəyəndim ya bəyənmədim. Bu da keratin saç üçündür. Parlaqlıq verir, yumuşaqlıq verir, kondisionerdir. Belə elə indi də vura bilərəm saçıma. İyi, çox qəşəngdir. Çox qəşəngi var. Saçımı elə təzə yumuşam. Çox gözəl iyi var. Möhtəşəm iyi var. Mən iyilərini çox bəyəndim. Deyir, şişkinliyi yatırdır və parlaqlıq verir. Oldu. Sizə necə göstərim, tam görəsiniz. Amerika istehsalıdır. Bu da yəqin ki Amerika istehsalıdır. Bunlar hər ikisi də Amerika istehsalı. Baxın, bunun da içi keratindir. Kakaont neydi? Kakos yağıdır. Bir de şia neydi? Şia'nın yağı, şia yağı. Üçünün qarışımıdır bu. Daha sonra belə bir şey var. Biotin Anti-Breaking Hair Mask. Burada E vitamini var, kakos yağı var içində. Saçı daha güclü eləyir. Sağlam saçlar üçündür. Deməli nə üçündür? Ən əsas zərər görmüş saçlar üçündür. İçində bal və kafein
Kafeindir bu. Balına kafein var. Bunu da iyi, çox qəşəngdir. Bu iylərini bəyəndim. İnşallah ki, nəticəsi də yaxşı olar. Yox, bilmirəm dedim yoxsa yox. Mənim kanalımda əslində iHerb-ə aid, iHerb-dən sifarişlə bağlı 2 dənə video var. Biri birbaşa sifarişdir. Bu Asia Express, Asia Shopla. İndi Express Shopda həmişə səhv salıram. Bu arada yenə deyirəm ki, mənim heç bir əməkdaşlığım yoxdur. Özüm də pulumu verirəm onlara, gətirirəm, çatdırmanı eləyirəm. Sadəcə mənim sizlə bölüşməyimin ən böyük səbəbi odur ki, mən bundan yararlanıramsa, qoy mənim izləyicilərim də yararlansın. Bəzən bəzi blogerlər, bəzi youtuberlər nə edirlər? Bölüşmürlər belə şeyləri. Bilirsiniz niyə bölüşmürlər? Yəni mən çox görmüşəm belə hadisələr, hallar ki, bölüşmür. Niyə görə? Çünki danışır həmin kargo ilə və yaxud da həmin şirkətlə ki, bax mən paylaşsam, sənə bu qədər müştəri gətirəcəm. İstəyirsən gəl əməkdaşlıq eləyək. Məsələn, o da deyir ki, yox, mən bu dəqiqə məsələn reklama ehtiyacım yoxdur. Hə, o da deyir, hə, reklama ehtiyacın yoxdur, mən bunu bölüşmürəm. İzləyicilər də soruşur ondan, bəs necə eləyirsiniz bunu necə eləyirsiniz? Deyir, məsələn, mən bilmirəm və yaxud da mən eləmirəm. Nə elə bir cavablar verir ki, izləyicini də üzməsin. Amma eyni zamanda o tərəfə də çox xeyir verməsin də. Yəni, çünki paylaşsa, yaxşı bir izləyici kütləsi var. Mütləq ki, oradan onlara nə qədər müştəri gedəcək. Əslində qınamıram, vallahi qınamıram mən onları. Mən bu vaxta qədər açığı heç bir kargoya yazmamışam, heç əməkdaşlıq istəməmişəm də, heç lazım da deyil. Kim özü təklif eləsə, vallahi sevə-sevə baxaram təbii ki, əgər xoşuma gələn bir kargo şirkətidirsə, özümün istifadə elədiyim, bəyəndiyim kargo şirkəti mənə əməkdaşlıq təklif eləsə, hə, onu da sevə-sevə qəbul eləyərəm, onu da izləyicilərimə sevə-sevə göstərərəm. Nəysə, sözümüz onda deyil. İndi bu məhsulu açıram. Hə, onu deyirdim ki, sizə bayaqlarım. Danışa-danışa eləyirəm ki, həm də sıxılmayasınız. Onu deyirdim ki, sizə mənim əslində varımdır videolarım. Sadəcə bu tərz yoxdur. Açıb sizə göstərim. Həmçinin tam sizə izah eləməmişim deyə düşünürəm ki, 63 qəpiyə bu qədər şey aldım. Onu da deyim sizə. Mənim deməli bunun kiloqramı 2 kilo 28 qramdır. Əgər indi onun hesablamasını yazacağam. Buralara yazacağam. Əgər mən bunu 2 kilo 28 qramı mən əgər kilosuna görə ödəmiş olsaydım kargo pulunu, nə qədər pul çıxardı? Amma indi mən nə qədər ödəmişəm? Bu quru və qarışıq dəri tipi üçün olan bir mistdir. Üz üçün olan mistdir. Bunu makyajın üstündən də vura bilərsiniz və yaxud da ki, makyajsız üzünüzə də vurub nəmləndirmək üçün istifadə edə bilərsiniz. Baxın, gül suyu və gliserinin birləşimidir, belə bir şeydir. Mən neçə vaxtı mist almaq istəyirdim üzüm üçün, nəmləndirmək üçün. Araşdırdım və ən yaxşılarından birinin bu olduğunu gördüm. Ona görə də elə bunu sifariş elədim. Qiymətlərini hər birini qırağa yazıram. Hər şey burada istifadə elədim. Bildiyiniz gülab qoxur. Gülabın iyini sevmirsinizsə, biraz ehtiyatlı olun. Bildiyiniz gülab qoxur. Dostlar, videonu çəkə-çəkə çöldə yağış yağmağa başladı. Çöldəki yağış hər birimizə bol bərəkət gətirsin. Həmişə uşaqlıqda mənə deyiblər ki, yağış yağırsa deməli bərəkət gəlir. Ona görə buradan elə dedim, qoy izləyicilərim üçün də bol bərəkətli günlər olsun inşallah. Amin. Aha, daha sonra niyə belə qalxdı? Nə duru şampunu. Bu niyə belə durudu? İyniyim də nə? İyi gəlmir. Nəysə, eybi yox. Sonra açarım. Deməli, bunun içində sulfat yoxdur, paraben yoxdur, mineral yağlar yoxdur. Heyvan testi edilməyib. Yəni tam təbii bir şampundur. Bu dostlar, qıvırcıq saçlar üçün hazırlanmış bir şampundur. Bundan əvvəl də dostlar aldığım şampun elə iHerb-in özündən olub. iHerb, nəysə ona fikir verməyin. Herb deyən də var, nə bilim iHerb deyən də var. Mən elə iHerb deyirəm. Nə bilim, bilmirəm, səhv deyirəm, düz deyirəm. Elə necə yazılır, elə mən də bir dənə i hərfini ay kimi oxuyuram. Herb necə yazılır, elə herblə deyirəm. Bəziləri deyir ki, iHerb oxunur. Mən iHerb deyirəm. Nəysə, boş verin. Hə, dostlar, deməli bu qıvırcıq saçlar üçün olan şampundur.
Bunu da istifadə edərəm, bəyənsəm sizdən bölüşərəm. Bu videonu əsasən çəkməyimdə ən böyük səbəblərdən biri də bilirsiniz nədir? Instagramda paylaşmışdım. Bu arada Instagramda məni izləməyi unutmayın. Çünki orada ayrı-ayrı məhsulları mən Instagram story üzərindən paylaşıram ki, bunu bəyəndim, bunu bəyənmədim. Onları məsələn YouTube'da eləyə bilmirəm. Nəysə, Instagramda belə bir Reels paylaşmışdım iHerb-lə bağlı ki, mən bəs bu qiymətə gətirirəm məhsullarda, çatdırılmaya bu qədər pul ödəyirəm. Hə, və bir neçə xanım yazmışdı ki, necə ola bilər bu qədər məhsula 2 manat, nə bilim 3 manat çatdırılma pulu ödəyirsiniz. Heç inandırıcı gəlir. Yalan məlumat paylaşmayın insanlara, nə bilim nə. Əslində bir baxımdan mənə xoş gəldi ki, gör insanlar həqiqətən elə bilirlər ki, mən yalan danışıram da. Çünki inanmırlar ki, həqiqətən bu qiymətə çatdırılmanı eləmək olar. Gör nə qədər insan bundan xəbərsizdir, gör nə qədər insan bunu bilmir. Mənim üçün çox xoş olan bir şeydir ki, mən belə şeyi insanlarla bölüşürəm, paylaşıram. Yəni simicilik eləmirəm, paxıllıq eləmirəm. Amma bir baxımdan da mən durub niyə yalan danışım ki? Yəni orada nə məqsəd güdə bilərəm? Nəysə. Bu dostlar Cetaphil mənim artıq ikinci dəfədə aldığım bir kremdir üz üçün. Quru və çox quru dərilər üçündür. Yağlı dərilərə heç uyğun deyil. Çünki quru dərilər mənim nə demək istədiyimi çox gözəl bilirlər. Biz daim dərimizi nəmləndirmək məcburiyyətindəyik. Daim çalışırıq ki, dərimiz biraz nəmli qalsın, belə yaxşı olsun, yəni quruluğu görməyək. Çünki quru dərilər o qədər əziyyət çəkirlər ki, altdan belə nəmləndirsinlər. Üstdən tonal krem vuranda, üstdən nəmləsə vuranda belə qabıq-qabıq qalır. Çünki alt qurudu deyə, daha yaxşı nəmlənməyib deyə üstünə nə vurursan oturmur. Və bu mənim can qurtaranım olub. Həqiqətən mən bu vaxta qədər deyirəm ki, mən heç nəmləndirici istifadə eləməmişəm ki. Yəni çox möhtəşəm bir şeydir və mən bunu təsadüfən kəşf eləmişəm. Yəni mənə bunu heç kəs tövsiyə eləməyib. Sadəcə gördüm iHerb-də. Mən həmişə iHerb-də gəzdirəm, belə baxıram. Amma rəyləri çox qəşəng idi bu arada iHerb-in özündə. Girdim, baxdım ki, quru və çox quru dərilər üçün belə bir nəmləndirici, qiyməti də münasibdir. Aldım, istifadə elədim. Çox bəyəndim. Artıq gör neçə vaxt istifadə eləyirəm, bitmək üzrədir. Ona görə də ikincisini də yenidən özüm üçün aldım. Daha sonra dostlar belə bir çantamız var yenə də. İndi bu çantanı da açıb sizə göstərəcəm ki, bunun içində nələr var. Wow, bu nə boydadır? Bu şeydir. Baxın, saç baş üçün masajdır. Masaj aplikatoru da qan dövranını yaxşılaşdırmaq üçündür. Sonra nə edir? Saçların böyüməsinə, canlanmasına, yəni saçların çıxmasına köməklik göstərir. Niyə görə köməklik göstərir? Çünki qan dövranını yaxşılaşdırır, rahatladır. Mən bunun birini aldım, amma bu çox keyfiyyətli şey oxşur. Baxın. Bu biraz sərtdir. Biraz sərtdir. Bu daha yaxşı olar məncə. Mən bundan şeydən almışam. Bu amma indi orijinaldır da, firma malıdır. Yəqin ki, həm də qiymət ona görə biraz şeydir. Bu arada bu da endirimdəndir. Baxın. Bu nə gedir? Healthy Hair Kit. Sağlam saç kiti. Belə bir şeydir. İndi dostlar, bir də onu da deyim sizə ki, yəni bu indi firma malı olduğuna görə də biraz baha ola bilər. Mən Temu'dan almışdım, amma Temu'dan alanı çox bəyənmədim. Çox yumşaq idi. Bir baş dərimə elə bir nə bilim sığal çəkirdi. Çox da xoşuma gəlmədi. Bunun içində 2 dənə belə yağı var. Baxın, 2 dənə belə yağı var bunun içində. Biri biotinlə kollagenin qarışığıdır, bir yağdır. Biri isə rozmarinlə castor oil nəyə gedirdi? Castor oil. Castor nəyə gedirdi? Yadımdan çıxıb. Saç tökülməsi, saçların zədələnməsinə qarşı, daha güclü saçlar üçün, saç tökülmələrinin qarşısını almaq üçün, baxın, daha sağlam, yəni saçlar üçün bu yağlar mütləqdir. Ona görə bu yağları da istifadə edəcəm. Düzdür, mənim saçımda çox şükür Allaha bu dəqiqə elə bir tökülmə yoxdur. Elə o səviyyədədir ki, tökülmə, o tökülmə yəni hamıda olur. Yəni o səviyyə çox pis deyil. Bu da sizə onu da deyim. Bir dəfəyə dostlar 2 dənə kiti indirimlə almaq olmur. Mən məsələn birini baha almışam. Etiraf edirəm, səhv eləmişəm. Pulu ödəyəndən sonra gördüm ki, mən biraz həyəcanlandım. Girdim bir kitə gördüm, ucuz 20 manata. Girdim o kitə gördüm, 20 manata. İndi 20 neçə manat idi, tam yadımda deyil.
İkisini də səbətə əlavə elədim və səbətə əlavə eləyəndən sonra baxmadım ki, dəqiq olaraq ikisi də endirimləndir ya yox. Birini 40 neçə manata aldım, desinlə öz qiymətinə. Birini amma endirimlə aldım. Yəni bu səhvi mən elədim, bu səhvi siz eləməyin. Yenə deyirəm, eyni anda alanda kitləri birini endirimə verirsə, ikisini də endirimə vermir. Amma elə bir şeydir ki, onsuz da yenə də udmuşam. Yəni yenə də elə bir itkidə deyiləm. Argan yağı, aloe saç maskası. Nə qəşəng 2 dənə saç maskam oldu. Bu quru və çox zərər görmüş zədəli saçlar üçündür. Həqiqətən hər birini çox bəyəndim. Bu mənim saç kitim idi. Lubristə saç kitidir. Elə deyir ki, hər ikisi də bu nə olub? Mən hər ikisini saç üçün almışam. Hər ikisi də saç kitidir. Sağlam saçlar üçün olandı. Belə dostlar, bunları sizə göstərdim, nələr almışam. İndi sizə göstərəcəm ki, mən necə sifariş eləyirəm ki, məsələn, bu qədər olan məhsula mən cəmisi 2 manat 63 qəpik pul ödəmişəm. Baxın dostlar, keçid eləmişəm, kanalımdayım hal-hazırda. Yuxarıda playlist bölməsi var. Həmin bölməyə keçirəm. Burada gördüyünüz kimi iHerb videolar playlisti var. Bura daxil oluram. Daha sonra isə burada gördüyünüz kimi iHerbə aid videolarım var. Bundan sonra da yükləyəcəyim videoları bu playlistdə görəcəksiniz. Məsələn, tutalım ki, bu videoyu keçid elədim. Bu videonun altında baxın açıqlamalar hissəsində link yerləşdirmişəm. Siz bu mənim hal-hazırda baxdığınız videonun altında da bu linki tapacaqsınız. Yəni sadəcə linklərin yerini sizə göstərirəm. Sonuncu sifarişimi istəyirəm, detallarını sizinlə bölüşüm ki, başa düşəsiniz ki, vəziyyət nədən ibarətdir. Baxın, iHerbdə ümumiyyətlə 2 cür sifariş eləmək olur. Biri kargo şirkətindən sifarişdir, hansı ki siz kargo şirkətindən qeydiyyatdan keçirsiniz. Mən onların hamısını da bundan əvvəlki iHerb videolarında izah etmişəm. İndi sizə göstərdiyim mənim üçün ən sərfəli vasitə, ən sərfəli yol isə budur ki, ASE Express-lə sifariş eləmək. Baxın, indi sizə göstərirəm. Bir dənə Cetaphil almışam. Qiymətləri də hamısı baxın burada yazılıb. Bunu deyirdim ki, bunu mən 47 manata almışam, səhvən olub. O birisini amma 21 manat 71 qəpiyə. Nəysə dostlar, baxın, belə bunları almışam. Gəlin baxın, görün burada indi mən nə qədər ödəmişəm. Ara toplama deməkdir ki, ümumiyyətlə bütün aldığım məhsulların qiyməti 118 manat 93 qəpik eləyib. Göndərim isə kargo pulu deməkdir. Görürsünüz, bu qədər məhsula mən 2 manat 81 qəpik kargo pulu ödəmişəm. Xərclər, vergilər də heç bir şey. 118 ilə də 2 manat 81-i toplayıb 121 manat 74 qəpik. Gördünüz necə, yəni təsərrüf da ki, mənim endirimlərdir ki, hansı ki endirimlərin qiymətini yazıb 27 manatda təsərrüf eləmişəm. Yəni gördüyünüz kimi 2 manat 81 qəpik pul ödəmişəm. Hamısını yəni dəlillə, sübutla sizə göstərirəm. Gəlin dostlar, məsələn, 2 sifariş bundan öncəki sifarişimi də istəyirəm sizə göstərim. Baxın, bir magnezium, kalsium, sink almışam. Belə bir yanaq üçün bulaş almışam. Nə bilim, burada görürsünüz də Amerikadır, metildir. Burada Luna'nın oyuncağının səsi gəlir, üzürlü sayın. Burada görürsünüz də nələr almışam. Baxın. Görün nə qədər? 97 manat 15 qəpik ara toplam. Yəni ümumi məhsullarımın qiyməti eləyib 2 manat 63 qəpik də mən çatdırılmaya ödəmişəm. Toplamda 99 manat 78 qəpik. İndi soruşa bilərsiniz ki, bu necə olur? Dostlar, çoxlu məhsul sifariş eləyəndə məndə həmişə qiymət bu olur. Məndə yox, hamıda. Yəni mənim nə qədər izləyicilərim var ki, sırf yazıb təşəkkür eləyirlər. Baxın, bunların hamısı sizin olmaya da bilər. Yaxınlarınız, dostlarınız, tanışlarınızla birləşin. Yəni sifarişinizi bir yerdə verin ki, sizin kargo pulunuz bu qədər aşağı düşsün. Bəzən isə dostlar olur ki, elə olur ki, kargo pulu biraz çox olur. Amma o gündən günə dəyişir. Mən onun tam olaraq analitikasını bilmirəm, niyə elə olur. Məsələn, məndə bir dəfə olmuşdu ki, bir gün məndə 20 manat göstərirdi eyni məhsulların kargo qiyməti, sabahsı gün isə 5 manat göstərdi. Yəni belə bir şeydir mənim başıma gəlib. Ona görə onu dəqiq bilmirəm. Çox pul göstərəndə istəyirsiniz gözləyin, sabahsı gün sifariş eləyin. Amma mənim sizə göstərdiyim üsul bundan ibarət. Bura qədər izlədiyiniz üçün çox təşəkkür edirəm. Ümid edirəm ki, sizin üçün çox faydalı bir video olub. Sizləri sevirəm. Sevgi ilə qalın. Hələlik.